Salam, hər vaxtınız xeyir. Bugünkü dərsimiz dərzi şagirdi Əhməd nağılıdır. Hamam içində, xəlbir saman içində, dəvə dənləkçilik eynər, köhnə hamam içində. Qarışqa şılla qatdı, dəvənin budu batdı. Milçək mindik, çay keçdik, yabayla dovğa içdik. Sizə kimdən xəbər verim? Şahoğlu Şah Abbasdan. Günlərin bir günündə Şah Abbas vəzir Allahverdi xana dedi: "Çoxdandır səndən səyahətə çıxmırıq. Gəl bir dərviş libas olub çıxaq mahala. Görək nə var, nə yox." Hər kəsin libaslarını çıxardı, bir dəst dərviş libası geydi. Hərəsi əlinə bir ağac, bir şəşkil alıb, "Ya Əli, səndən mədət" deyib çıxdılar İsfahan şəhərinə. Burada da meydan qurub başladılar oxumağa. Deyirlər ki, Şah Abbasın çox gözəl avazı varmış. Bir dərzi şagirdini çağırıb dedi: "Get o dərvişlərə söylə ki, ustam deyir, məclislərini qurtarandan sonra mənə qonaqdılar." Şagird o saat baş üstə deyib özünü dərvişlərə yetirdi. Ədəblə salam verib dedi: "Baba dərviş, ustam deyir ki, bu gecəni mənə qonaqdılar. Başqasına dil verməsinlər." Axşam dərvişlər gəldilər. Salam verib içəri daxil oldular. Sonra başladılar söhbətə. Bunlar söhbət eləyirdilər. Şagird də əlində iş görürdü. Birdən ustası gördü ki, şagird yuxulayıb. Şagirdin adı Əhməd idi. Usta Əhmədi dürtmələyib durğuzdu. Dedi: "Ədə, zalım oğlu, nə yatırsan? Gecə qurtarmadı ki." "Usta, sən məni niyə oyatdın? İş qaçmırdı ki. Bir saat sonra da hazır edə bilərdim" deyə Əhməd cavab verdi. Usta dedi: "Oğul, indi oyadanda nə olar? Nəyin ziyana getdi?" Şagird qəmgin dedi: Usta, doğru deyirsən. Bir şeyim ziyana getməyib. Ancaq bir yuxu görürdüm, heç olmayan kimi. O yuxum yarımçıq qaldı. Ona heyfslənirəm." "Oğul, o necə yuxu idi ki, ona heyfslənirsən?" "Usta, hər nə buyursa onu yerinə yetirməyə hazıram, amma o yuxunu demərəm." Usta da, dərvişlər də təəccüb eləyib bir-birinin üzünə baxdılar. Usta o saat başa düşdü ki, qonaqlar da bu yuxunu bilmək istəyir. Usta və dərvişlər nə qədər yalvardılar, olmadı. Başladılar ona dilə tutmağa. Yenə Əhməd dedi: "Demərəm ki, demərəm." Usta demir, qoy deməsin. Sən də heç üstünü vurma. Xülasə, usta demir, qoy deməsin. Sən də heç üstünü vurma. Xülasə, dərvişlər usta ilə xudahafizləşib düşdülər yola. Küçəyə çıxan kimi Şah Abbas Allahverdi xana dedi: "Vəzir, gərək Əhmədin yuxusunu biləm." Şah Abbas taxta çıxan kimi əmr elədi ki, filan yerdə bir dərzi var, onun Əhməd adlı bir şagirdi var. Bu saat həmin Əhmədi mənim hüzuruma gətirin. İki fərraş özünü yetirdi həmin dərzinin dükanına. Əhmədi götürüb Şah Abbasın divanxanasına tərəf yönəldilər. Bəli, Əhmədi gətirdilər şahın hüzuruna. Şah Abbas gülə-gülə dedi: "Oğul, mən eşitmişəm sən bir yuxu görübsən, heç kimə demirsən. Söylə görüm o yuxu nə idi?" Əhməd cavab verdi: "Qiblə-i aləm sağ olsun. Mən əhd eləmişəm ki, o yuxunu heç kimə deməyim." Şah Abbas nə qədər çox dedi, Əhməd o qədər az eşitdi. Şah Abbas axırda qəzəblənib çağırdı: "Cəllad gəlsin, bu haramzadanın boynunu vursun." Cəllad yapışdı Əhmədin yaxasına, istədi aparsın. Vəzir Allahverdi xan Şah Abbasın qulağına dedi: "İndi bunu öldürsən, yuxunu bilməyəcəksən. Yaxşısı budur ki, Əhmədi bir yaxşıca döydürüb göndərək zindana. Orada ağıllanar." Şah Abbas cəlladı azad eləyib üzünü tutdu Əhmədə: "Ey Əhməd, hələlik mən sənin qanından keçirəm. Gəl sən bir yolluk o yuxunu aç. Qiblə-i aləm sağ olsun. Əmr sizindir, mən deməyəcəyim." Şah bu cavabı eşidən kimi əmr elədi. Bir dəstə çubuq, bir şallaq gətirdilər. Əhmədi döyməyə başladılar. Əhməd heç cınqırını da çıxarmadı. Şah Abbas gördü. Əhməd lap çubuq altında ölsə də bir söz deməyəcək. Əmr elədi. Əhmədin əl qolunu açdılar. Üzünü tutub zindanbana dedi: "Apar bunu sal mənim xüsusi zindanıma." Əhmədi zindana salan kimi biçarə ayaq üstə dura bilməyib tirtab uzandı yerə. Ayağının bədəninin sızıntısından dayana bilməyib başladı hönkür-hönkür ağlamağa. Şah Abbasın bir qızı var idi. Adına Pəri Sultan deyərdilər. Pəri Sultanın evi zindana bitişik idi.
O gördü, zindanda ağlamaq səsi gəlir. Yanındakı Qaravaşdan soruşdu. Ay qız, Quldan kənizdən atam kimi zindana saldırıb. Zindandan qulağıma ağlamaq səsi gəlir. Qaravaş dedi. Xanım, zindana bir oğlan salıblar, bilmirəm kimdir. Vallah deyirsən Yusifdir. Qəbirdən qalxıb özü də 18-19 yaşında. Xülasə Qaravaş Əhmədə o qədər tərif elədi ki, Pəri Sultan görməzdən bilməzdən Əhmədə aşiq oldu. Qız dedi, dur gedək bir özüm ona baxıb. Pəri Sultan Şah Abbasın gözünün ağı qarası təkcə övladı idi. Özü də elmli, kamallı bir qız idi. Bir sözlə elmi ilə gözəlliyi bərabər idi. Elmli, kamallı idi, bir qız idi. Bir sözlə elmi ilə gözəlliyi bərabər idi. Pəri Sultan özünü zindanın qapısına yetirdi. Deşikdən içəri baxıb nə gördü? Gördü, vallah bir oğlan uzanıb zarıldayır. Deyirsə Yusifdir. Qəbirdən çıxıb. Pəri Sultan Əhmədi görən kimi aşiq-i şeydə olub, az qaldı ürəyi geçsin. Üzünü Qaravaşa tutub dedi, ey Qaravaş, əhsən sənin zehninə, ancaq mən nə təhər edəyim ki, bu oğlan barədə bir əhval bilim, görüm bu kimdir, nəçidir, nə üçün zindana salıb, bunları bilsəm qalanı asandır. Qaravaş tez getdi zindanbanı çağırmağa, zindanban dinmə söylənməz düşdü Qaravaşın dalınca. Xanım özünü acıqlı göstərib dedi, bu kimdir, bunun günahı nədir, bunu bura kim saldırır, əgər xatiriniz istəyirsə bu saat buyurun qapını özüm açım. Özünüz zəhmət çəkib danışdırın, ya da istəyirsiniz mən özüm öyrənib sizə xəbər verim. Pəri Sultan şad olub dedi, elə gəlmişkən yaxşı olar ki özün bir əhval bilib, bir də daş sonraya qalmasın, əmr sənindir, nə cür istəyirsən, eləcə də olsun. Zindanban açarı çıxartdı, qapını açdı. Xanım Qaravaş içəri daxil olub qapını örtdülər, zindanban çəkilib bir tərəfdə durdu. Qapının səsinə Əhməd çevrilib gördü. Paho, budur bir cür nazənim sənəm gəlir. Deyirsən 14 gecəlik aydır. Buludun altından çıxıb. Qızlar ona yaxınlaşıb salam verirlər. Əhməd zənlə baxıb yəqin elədi ki, xeyr bunlar nə huridir, nə də pəridir. Laf insandır ki var. Pəri Sultan xanım gülə-gülə Əhmədə dedi. Oğlan adın nədir xanım? Mənim adım Əhməddir. Özümlə filan dərsinin şagirdiyəm. Bizə görə nə qulluğunuz var? Əhməd, hələ qulluq sonraki məsələdir. Sən bir dərzi şagirdi, fağır adamın birisən. Mənə düzünü de görür. Səni bura nə üçün salıblar? Əhməd bütün əhvalatı başdan ayağa Pəri Sultana nağıl elədi. Pəri Sultan əhvalatı Əhməddən eşidəndə ürəyi şan-şan olub dedi. Əhməd, niyə yuxunu açıb bir yolu canını qurtarmırsan? Əhməd dedi, xeyr xanım, ölsəm yenə də yuxumu açmayacağım. Açsaydım elə əvvəldən açardım. Pəri Sultan Əhmədin bu kişiliyinə təəccüb eləyib, öz ürəyində afərin dedi. Məhəbbəti ona bir idisə min oldu. Hər gün Pəri Sultan Əhmədə baş çəkir, yemək göndərirdi. Dava dərmanla yaralarına məlhəm qoydururdu. Əhməd Pəri Sultanın bu rəftarına məhtəl qalmışdı. Daha yazıq nə bilirdi ki, Pəri Sultanın ürəyində nə var? Bir gün zindanban izin alıb dedi, xanım zindanın dibində sarayı otaqlarından birinə qapı açaraq. Bu yazığı ora apararıq, yaralarına məlhəm qoymaq, sağaltma orada daha rahat və asan olar. Pəri Sultan bir qədər fikirləşib dedi, onda sən qapını aç. 2 saat tamam olmamış zindanban qapını açıb hazır elədi. Pəri Sultanla Qaravaş hərəsi bir tərəfdən Əhmədin qoluna girib apardılar o biri otağa. Əhmədin bədəninə təzədən məlhəm qoyub yaxşıca sardılar. Pəri Sultan dedi, Əhməd, mən Şah Abbasın qızı Pəri Sultanam. Burada mənim otaqlarımdan biridir. Əhməd yeyib içib günlü-gündən gözəlləşirdi. Pəri Sultanın da məhəbbəti günü-gündən artırdı. Elə bu vaxt Firəng padşahından Şah Abbasa elçi gəlib qızı Pəri Sultanı oğluna istədi. Şah Abbasa elçi gəlib qızı Pəri Sultanı oğluna istədi. Şah Abbas razı olmayıb elçini geri qaytardı. Bir neçə gün keçmişdi. Səhər durub gördülər ki, İsfahanın dörd tərəfinə qoşun bürüyüb. Firəng padşahının vəziri Şah Abbasın yanına adam göndərib dedi, mən Firəng padşahının vəziriyəm. Gəlmişəm qızının elçiliyinə. Əgər verməsən, mən 40 cavan oğlanla cavan qız gətirmişəm. Onların 40-ı da bir boyda, bir sürətdə, bir yaşda. 20'si oğlandır, 20'si də qızdır. Elə bir adam tap ki, onlara əl vurmamış oğlanları, qızları bir-birindən ayırsın. Yoxsa sənin torpağını at torbasında daşıdaram. Şah Abbas vəziri, vəkili yığıb məsləhət istədi. Hərə bir söz dedi. Axırda Allah verdi. Xan izin alıb dedi. Qiblə-i aləm sağ olsun. Biz dava eləməmiş, qan tökməmiş qızımızı kəcə
çəcavəyə qoyub 7 illik bacı xəracla Firəng padşahının oğluna göndərə bilmərik. Namussuz yaşamaqdansa namuslu ölmək daha əfsəldir. Hələlik dava eləyib, daha qan tökməyək. Görək bu qızla oğlanları tanıyan bir adam tapa bilərikmi? Əgər bu yolla qurtarmasa, onda ölənəcən vuruşarıq. Pəri xanımı aparsalar da qoy biz öləndən sonra aparsınlar. Hamı əyan, əşrəf, vəzir Allahverdi xanın rəyini bəyənib əhsən dedi. Şah Abbas car çəkdirdi. Nə qədər İsfahanda adam var idi, böyükdən kiçiyə yığdılar divanxananın qabağına. Hamı öz baxtını sınamaq istədi, amma heç bir nəticə hasil olmadı. Şah Abbas zindanbanı çağırtdırıb Əhmədi istədi. Vəzir Allahverdi xan əhvalatı Əhmədə nağıl etdi. Əhməd dedi, Qiblə-i aləm, mən bu məsələni açmazdım. Çünki məni nahaqdan çox incidibsən, amma yenə də qeyrətim yol vermir. Mən bu bəlanı İsfahan şəhərinin üstündən rədd edəcəyəm. Ancaq bir şərtlə, gərək qızın Pəri xanımı mənə verəsən, ondan sonra bu məsələni açam. Şah Abbas Əhmədi bir qədər o yan bu yana çəkib, axırda razı oldu. Əmr elədi, Əhməd fağır libas geyindirdilər. Məclis qurulub Pəri xanımın şərbətini içirdilər. Ondan sonra Əhməd durub Şah Abbasa təzim edib, ərz elədi. Şah sağ olsun, indi buyur həmin cavanları da Firəng padşahının vəzirini də qonaq çağırsınlar. Mən orada olanlarla qızları bir-birinə ayıraram. Özü də əl suyunu mən özüm hazırlayıb, özüm də tökəcəyəm. Əhməd zindanbanla qayıtdı zindana. Ertəsi gün meydana gəlib o saat qayda ilə suyu hazır elədi. Ondan sonra həmin 40 cavanı düzdü evin bir tərəfinə. Vəzir Allahverdi xanı qoydu bu 40 adam oturan cərgənin başına və əl suyunu tökməyə başladı. Elə ki su vəzir Allahverdi xanın əlinə dəydi, gördü su istidir, ancaq ar eləyib əlini çəkmədi. Elə ki oğlanlar növbə yetişdi, onlar da əllərini çəkmədilər. Amma qızların əllərinə su düşən kimi əllərini çəkdilər. Hər kim əlini çəkdi, o saat Əhməd onu duruzub Firəng padşahının vəzirinin cərgəsində otuzdurdu. Belə-belə qızların 20'si də seçilib o biri tərəfə getdilər. Qurtarandan sonra özünü Allahverdi xana tutub dedi, xan sənin başındakılar kişidir. Xan Firəng padşahının vəzirinə dedi, sənin başındakılar isə qızlardır. Qonaqlar çörəklərini yeyib, suyu süzülmüş kimi düşdülər yola. Bunlar o yana gedən kimi Şah Abbas Əhmədi çağırtdırıb dedi, Qızımın nişanlısısan, bu öz yolu ilə, dustaqsan, bu da öz yolu ilə. İndi söylə görüm, yuxu nə idi? Şah sağ olsun, mən də köhnə Əhmədəm, öz yolumla gedirəm, nə bilirsən elə. Şah Abbas Əhmədi bir yaxşı döydürüb, nişan paltarını da qoltuğuna verib, yenə də göndərdi zindana. Pəri Sultan Əhmədin bədəninə məlhəm qoyub sarıdı. Bunları burada qoyum, sizə kimdən xəbər verim? Firəng padşahından. O əhvalatı bilib oğluna dedi, heç fikir eləmə, bu dəfə elə bir şey göndərərəm ki, daha onu açan olmaz. Firəng padşahı bir kağızda öz dilinə Şah Abbasa yazdırıb, 3 saatda vəzirə verib, yenə İsfahana qaytardı. Vəzir naməni götürüb Şah Abbasın huzuruna gəldi. Şah Abbas da Allahverdi xana işarə elədi ki, naməni oxusun. Vəzir Allahverdi xan naməni ucadan oxumağa başladı. Ey Şah Abbas, bu namə sənə çatan kimi ya qızım Pəri Sultanı kəcavəyə qoy 7 ilin bacı, xəracı ilə və cehizləri ilə mənim oğluma göndər, ya da 3 at göndərmişəm. Üçü də bir boyda, bir buxunda, bir rəngdə, bir çəkidə. Onlardan biri 1 yaşardı, biri 2 yaşardı, biri də 3 yaşardı. Tanıyarsan görün 1 yaşar hansıdır, 2 yaşar hansıdır, 3 yaşar hansıdır. Əgər bunları yerinə yetirə bilməsən, o vaxt hazır ol, davamız davadır. Sənin üstünə o qədər qoşun töküm ki, göydə ulduzların sayı olsun, qoşunun sayı olmasın. Şah Abbas üzünü tutdu elsərə və dedi, indi siz azadsınız, 3 gündən sonra sizə cavab verəcəyik. Firəng padşahının vəziri getdi. Şah Abbas üzünü məclisə tutub dedi, söyləyin görün, nə tədbir etməliyik? Şah Abbas Firəng padşahının vəzirinə xəbər göndərdi ki, biz atları taparıq, əgər tapmasa davamız davadır. Sizə verən Allah bizə də verər. Atlar çəkdirildi meydana. Bütün İsfahan əhli 3 günün müddətinə bir ata baxıb baş aça bilmədilər. Axırda vəzir Allahverdi xan izin alıb dedi, Qiblə-i aləm, biz niyə belə fikrə gedirik? Əhmədi gətirək, o buna bəlkə əlac elədi. Zindanban Əhmədi götürüb gəldi. Əhməd dedi, Qiblə-i aləm sağ olsun.
mən bu işi düzəldərəm, amma yenə də bir şərtim var. Pəri xanımla kəbinimizi kəsdirir. Şah Abbas bildi ki, Əhməd ölər, sözündən dönməz. Buna görə də Əhməd tərəfdən vəzir Allahverdi xan, Pəri tərəfdən də vəkil Şah Abbas özü oldu. Kəbin kağızına hər iki tərəf qol çəkib, öz möhrü ilə möhürlədi. Sonra da üləmalar qol çəkib, möhürlərini vurub kağızı Əhmədə verdilər. Əhməd Şah Abbasa dedi, Qiblə-i aləm sağ olsun, Firəng Paşanın adamlarına de ki, sabah tezdə atları gətirsinlər meydana. Mən də gələrəm ora. Siz də əmr eləyin, həmin yerdə bir qab süd, bir qab arpa, biraz da yonca hazır olsun. Sonra mən atları tanıyaram. Şah Abbas car çəkib bütün İsfahanı işdən xəbərdar eləmişdi. Ona görə də tamam İsfahan əhli də böyükdən kiçiyə meydanda idi. Fərraşlar bir qab süd, bir torba arpa, bir bağ da yonca hazır eləyib meydanın bir yerində qoydular. Atlar arpanı, südü, yoncanı görəndə üçü də dartılıb az qaldı mıxları çıxarsınlar. Əhməd də lap başa düşdü. Sonra yoncanı, sonra da arpanı qoydurmuşdu. Əhməd atların özünü yeyib tökməsini görəndə bildi ki, acdırlar. Ona görə əmr elədi, atları açdılar. 3 yaşar at açılan kimi özünü saldı arpanın üstünə. 2 yaşar at südün yanından keçib başladı yoncanı yeməyə. 1 yaşar at da özünü südün üstünə salıb başladı xorla içməyə. Əhməd bunları görənə gülə-gülə atların qabağına keçib dedi, bax arpa yeyən bu at 3 yaşardır. Ondan ötüb yonca yeyən ata yaxın bu 2 yaşardır. Sonra süd içən atı da göstər, bu da 1 yaşardır. Firəng Paşanın vəziri təsdiq edib dedi, düzdür. Camaat bu sözləri eşidəndə yerbəyerdən hamısı Əhmədə əhsən deyib ona dua edə-edə dağıldılar. Firəng Paşanın vəziri yenə bir məlul qoşunu da götürüb suyu süzlə-süzlə düşdü yola. Şah Abbas yenə əmr elədi. Əhmədi falaqqaya bağladılar. Əhmədi bir yaxşı döyüb göndərdilər zindana. Firəng Paşa 10 gün qoşuna istirahət verdi. 10 gündən sonra təzədən səfər tədarükü görülüb, köz təbili vuruldu. Firəng Paşa gətirib vəzirə 3 alma, bir də kağız verib dedi, bunları Şah Abbasa verərsən. İsfahan əhli Firəng qoşununu gördü. O saat bildi ki, iş nə üzdədir. O saat bildilər ki, iş nə üzdədir. Elçi kağızı Şah Abbasa çatdırdı. Ey Şah Abbas, bu namə sənə çatan kimi qızın Pəri Sultanı 7 ilin bacı xəracı ilə, cehizi ilə göndərərsən mənim oğluma. Əgər göndərməsən, ya gərək bizlə dava edəsən, ya da sənə 3 alma göndərirəm. Biri bu ilki, biri bildirki, biri də iniş ilkidir. Taparsınız görüm iniş ilki hansıdır, bildirki hansıdır, bu ilki hansıdır. 3 gün idi ki, İsfahan əhli gəlib almaya baxırdı. Şah Abbas üzünü tutub vəzir Allahverdi xana dedi, vəzir, tam mənim torpağına bir şəxs qalmayıb ki, bu sirri açıb düşməni bizim başımızdan rədd eləsin. Vəzir Allahverdi xan cavab verdi, Şah yenə bir nəfər var, o bu işə çarə edir, o da Əhməddir. Əgər biz bu dəfə Əhmədi gətirsə, deyəcək ki, qızın toyunu eləyib mənə verəsən, ondan sonra mən almaları tapım. Mən də ki, qızımı dərzi şagirdin birinə verə bilmərəm. Paşalar içərisində rüsvay olub, başım aşağı olar. Vəzir Allahverdi xan gülüb dedi, Qiblə-i aləm sağ olsun, Əhməd kimi bir ağıllı, qoçaq oğlanla qohumluq adamı başı aşağılığı deyib, başucalığı gətirər. Şah Abbas gülə-gülə dedi, vəzir Allahverdi xan, əhsən sənin dediyinə, sən düz deyirsən, əmr elədi. Əhmədi gətirsinlər, laf özü deməsə də, Pəri Sultanı verəcəyəm ona, onu nahaqdan döyüb çox incitmişəm. Vəzir Allahverdi xan o saat sifariş elədi, zindanbana Əhmədi İzzət-i Cəlalla gətir hüzura. Zindanban Əhmədi gətirdi. Şah Abbas üzünü Əhmədə tutub dedi, arvadım Pəri xanımı Firəng padşahı istəyir, özdə 3 alma göndərir. Biri bu ilki, biri bildirki, biri də inişilkidir. Gərək onları tanıyasan. Yoxsa ya Pəri Sultan xanımı aparacaqlar, ya da dava eləyəcəklər. İndi o almaları tanıya bilərsənmi? Əhməd ədəblə dedi. Bəli, Qiblə-i aləm sağ olsun, tanıyaram. Ancaq gərək əvvəlcə toy edib Pəri xanımı mənə tapşırasınız, ondan sonra almaları tanıyaram. Şah Abbas gülüb dedi, sən deyən olsun. Bütün İsfahanı çıraqban eləyib 40 gün 40 gecə toy eləməyə başladı. 41-ci gün Şah Abbas Pəri Sultanı əlindən tutub ikisini də öpdü, hər iki aşıqı bir-birinə tapşırdı. Səhəri Əhməd Cəlalla meydana gəlib gördü. Şah Abbas vəzir Allahverdi xan, başqa vəzir vəkillər
Firəng padşahının vəziri oturub onu gözləyirlər. Əhməd bu cür gizli sirlər açmağı 5 barmağı kimi bilirdi. Odur ki, ürəkli idi. Şah Abbas hörmətlə baş endirib dedi: "Atay mehribanım, əmr edin 3 qab su gətirsinlər." 3 qab su gətirdilər. Əhməd qabları meydanın ortasına yan-yana düzüb hər almanı bir qabdakı suya atdı. Gördülər almalar suya düşən kimi biri suya batdı, qabın lap dibinə durdu. Birisi gah suya batdı, gah da üzə çıxdı. O birisi isə suyun üstündə ipək kimi o tərəf bu tərəfə üzdü. Əhməd əmr elədi. Qulamlar qabların üçünü də götürüb Şah Abbasa, bütün əyan əşrəfə, vəzir vəkilə, cəmaata göstərdilər. Ondan sonra gətirib qoydular Firəng padşahının vəzirinin qabağına. Sonra Əhməd üzünü məclisə tutub dedi: "Bax, o lap batan bu ilkidir. Çünki o hələ təzədir. O boyda o biriləri ilə bir olsa da suyu çəkilməyib, ona görə də ağırdır. O birisi gah batıb, gah da çıxır. O da bildirkidir. Çünki onun da suyu çəkilib, amma yenə də biraz vaxtı qalıb. Amma o alma ki, elə saman kimi üzündə qalıb, o iniş ilkidir. Onun suyu elə çəkilib ki, qoruyub qov kimi qalıb. Ona görə də suya batmır." Bu əhvalatdan bir müddət sonra Şah Abbas ondan sonra hamı Əhmədə dua edə öz evinə getdi. Bu əhvalatdan bir müddət sonra Şah Abbas Pəri Sultana qonaq getdi. Bir çox otaqlardan keçib Pəri Sultan xanımın xüsusi istirahət otağına çatdı. İçəri girəndə gördü Əhməd uzanıb, Pəri Sultan da onun başının üstündə oturub. Bunlar Şah Abbası gördülər, həya eləyib tez yerlərindən qalxdılar. Pəri Sultan xanım qaçıb pərdənin dalında gizləndi. Əhməd qahqah çəkib güldü. Şah Abbas Pəri Sultanı pərdə arxasından çıxarıb hər iki övladın üzündən öpüb dedi: "Əhməd, söylə görüm, mən qapıdan girəndə Pəri Sultan niyə qaçıb gizləndi? Sən niyə qahqah çəkib güldün?" Əhməd gülə-gülə dedi: "Atay mehribanım, ürəyin şad olsun. Çünki o yuxu ki mən görmüşəm zahir oldu. Ona görə qahqah çəkib güldü. İndi daha açıb deyə bilərəm. Çünki bu günü gözləyirdim. Qiblə-i aləm, onda mən yuxuda gördüm ki, bir ay mənim başımın üstündə doğdu. Birdən bir qara bulud gəlib onu aldı. İndi həmin yuxu zahir oldu. Pərxanım, ay, sən də buludsan." Sağ olun, növbəti dərslərdə görüşərik.